Hal-hazırda sizlərlə 2025-ci ildə qəbul imtahanında düşmüş, mətnə baxırıq ədəbiyyatdan. Gəlin öncə mətni bir yerdə oxuyaq, daha sonra isə suallarına baxaq görək nələrə diqqət etmək lazımdır. Teymurləng hüzuruna gətirdiyi Təbrizin bu tanınmış adamları barədə çoxdan eşitmişdi. Xalqın onlara dərin məhəbbəti olduğundan da xəbərdar idi. Məclisləri sevməyən, musiqiyə biganə olan Teymurləng onları cəzalandırmağı qət etmişdi. İndi həmin adamlar onun qarşısında dayanmışdılar. Həm də qorxu hiss etmədən, deməli musiqiçiləri cəzalandırmaq istəyir Teymurləng. İndi həmin o musiqiçilər də onun qarşısında dayanıblar Teymurləngin, amma qorxu da hiss etmirlər. Hökmdar onları bir-bir nifrətlə süzüb dedi: "Oğlum Miranşahı məclislər düzəltməyə təhrik edirsiniz. Bir-iki ağız oxuyursunuz, sonra da ciblərinizi doldurub gedirsiniz." O cavan Həbib Udi bir addım irəliləyib dedi: "Qibləyi aləm, biz bilirik ki, səndən ötürü insan qanı axıtmaq adi işdir." Deməli, bu Teymurləng necə obrazdır? Qəddar obrazdır. Bu torpağı ələ keçirəndə Təbrizlilərin başlarından güllələr tikdirdiyini görmüşük. Biz sən gələnə kimi başqa məmləkətə gedə bilərdik, ancaq yurdumuzu tərk etmək bizə ağır gəldi. Yurtlarını tərk etmirlər. Biz günahsızıq. Şahzadənin iradəsi ilə bizim musiqimiz məclisi feyziyab edib. Vəssalam. Teymurluq qəzəblə musiqiçiləri meydana aparmağa əmr etdi. Şəmsəddin Məhəmməd qapının ağzında bir anlıq geri döndü. Hökmdar, bil ki zülmlə abad olanın axırı bərbad olar. Qoca tarix bizi hörmətlə yad edəcək. Vay sənin halına. İndi keçirik 88-ci suala. Qəzəb məngənəsi parçası və Səməd Vurğunun Vaqif əsərində müqayisə edilə bilən obrazlar əsasında cədvəl doldurun. Siz burada məsələn obraz yazacaqsınız Qəzəb məngənəsindən. Burada da Vaqif əsərindən obraz yazıb. Bunların oxşar cəhətlərini yazmalısınız. Baxın, məsələn, burada bir dənə qəddar hökmdar var. Bir nəfər qəddar hökmdar var. Bu kimdir? Teymurləng. Bəs Vaqif əsərində qəddar hökmdar kim idi? Qacar. Deməli, siz bu iki hökmdarı müqayisə eləyə bilərsiniz. Deyək ki, bu hissəyə yazdınız Teymurləngi. Bu hissəyə də yazdınız, məsələn, Qacarı. Qələm yaxşı yazmır. Deyək ki, bu hissədə yazdınız Qacarı. Hər ikisində, məsələn, hansı oxşar cəhətlər görürük? Görürük, hər ikisi nədir? Zalımdır. Sonra, nə bilim, qəddardır təbii ki. Belə yazmayayım, elə yazım ki, sığışında. Bu qələm yaxşı yazmır məndə. Deməli, nə yaza bilərsiniz? Deməli, ortaq cəhətə yaza bilərsiniz. Qəddar, zalım, sonra insanlara acımayan, sonra, məsələn, baxırıq ki, Qacar Vaqifi bilirik ki, dəvət etmişdi saraya və gətizdirmişdi daha doğrusu saraya. Burada Teymurləng musiqiçiləri gətirdir və hər ikisi görürük ki, məsələn, sənət adamına hörmətsiz yanaşır. Bunu da yaza bilərsiniz. Yəni, sənətkara hörmət etməmək. Sənətkara hörmət etməmək, onu düzgün dəyərləndirməmək və s. kimi oxşar cəhətlər yaza bilərsiniz. Məsələn, bir dənə deyək ki, bunu yazdınız. İndi ola bilər ki, kimsə başqa bir obrazda yaza bilər. Baxın, burada, məsələn, başqa hansı obrazı yaza bilərik biz? Başqa görürsünüz, burada, məsələn, musiqiçilər var, elə deyil. Musiqiçilər var ki, onlar Teymurləngdən qorxmurlar. Məsələn, Vaqif əsərində kim idi ki, Qacardan qorxmurdu? Elə Vaqifin özü. Deməli, siz bura musiqiçilərlə Vaqifdə yaza bilərsiniz. Məsələn, elə bu Həbib Udini yaza bilərsiniz. Və yaxud da ki, Şəmsəddin Məhəmmədi yaza bilərsiniz. Və yaxud da ki, elə bura, məsələn, deməli, elə yazaq bura Həbib Udinin adını. Bura deyək ki, Həbib Udinin adını yaza bilərsiniz. Burada, məsələn, Vaqif yaza bilərsiniz. Oxşar cəhət kimi yaza bilərsiniz. Hər ikisi cəsur idi. Hər ikisi, nə bilim, qorxmaz idi. Hər ikisi vətənini sevən idi. Vətənini
sevən idi. Sonra başqa bax burada deyir ki, deməli adi işdir. Bu torbağa ələ keçirəndə Təbrizlilərin başlarından qüllələr tikdirdiyini görmüşük. Deməli hökmdara qorxmadan sözünü deyə bilir. Onsuz da cəsur elə buna uyğun gəlir. Biz sən gələnə kimi başqa məmləkətə gedə bilərdik. Deməli vətənsevərdir. Vətənlərini atıb qaçmırlar. Bunu da yaza bilərsiniz. Tərk etmək bizə ağır. Biz günahsızıq. Şahzadənin iradəsi ilə bizim musiqimiz məclisi feyziyyat edib vəssalam. Bu kimi fikirləri yaza bilərsiniz deməli. Bu da belə. Sonra indi keçirik digərinə. Yəni bu sual tipi nədir ki? Yəni elə də bir çətin sual tipi deyil də. Sadəcə o mətni oxuyursunuz. Amma siz artıq mətni oxuyandan sonra gərək buradakı əsərdə yaxşı biləsiniz də. Təbii ki, burada onsuz da olan əsər sizin proqramınızda olan əsərdir. Hər hansısa başqa bir əsər vermirlər bu ikinci. Birinci əsərdə onsuz da burada mətn var da gözünüzün qarşısında. Sonra keçək indi digər sualı görək burada nə var. Burada da yenə də indi qəzəb məngənəsi ilə deməli Seyid Əzim Şirvaninin Quşqıl əsərlərinin müqayisəsidir. Bu hissiyyə məzmun oxşarlığını yazırsınız. Məzmun birisi də nə deməkdir? Məzmun bu oxuyarkən gördüklərinizdir. Baxın bu burada oxuyarkən nə görürsünüz? Məsələn, onlar məzmuna aiddir. Bax bu hissədə oxuyarkən gördükləriniz məzmuna aiddir. Quşqılı oxuyarkən isə gördükləriniz Quşqılın məzmununa aiddir. Məsələn, məzmun oxşarlığında biz nə görürük? Burada məsələn məzmun oxşarlığında biz ancaq musiqiçilərlə bağlı bir məsələlər görürük də, musiqi ilə bağlı. Elə Quşqıl əsərində də musiqi ilə bağlı məsələlər var. Məsələn, yaza bilərik ki, hər ikisində musiqidən danışılır. Deyək ki, musiqidən danışılır. Sonra hər ikisində deyək ki, musiqiçiləri düzgün qiymətləndirməyən insanlar var. Musiqini daha doğrusu yazaq. Musiqini düzgün qiymətləndirməyən insanlar var. Qiymətləndirməyən, yəni mən səliqəsiz yazdım. Qiymətləndirməyən insanlar var, təbii ki, hər ikisində. Sonra başqa nə yaza bilərik hər ikisi üçün ortaq cəhət? Sonra, məsələn, bax burada deyir ki, biz musiqi ilə insanları feyziya biləmişik, bax bu hissədə. Elə Quşqıl əsərində də musiqinin insanlara həzz verməyindən danışılırdı. Yəni, onu da yaza bilərsiniz ki, hər ikisində musiqi insanlara, deməli, musiqi insanlara həzz verir. Sonra nə bilim, bəzi insanların məsələn musiqini sevməsi, bəzi insanların musiqini sevməməsi və s. kimi ortaq cəhətlər yaza bilərsiniz. Sonra məsələn burada görürsünüz Teymurləng musiqiyə qadağa qoymaq istəyir. Orada da məsələn zahidlər musiqini qadağan olunmuş sayırdılar. Məsələn onu da yaza bilərsiniz bura. Sonra indi forma və janr xüsusiyyətlərinə nə yaza bilərsiniz? Forma janrda deyəndə artıq biz bu formasına baxmalıyıq. Məzmuna yox, formaya. Baxırıq ki, deməli, məsələn, bunun forması nə ola bilər? Təbii ki, lirik növ ola bilməz. Çünki bu nəsrlə yazılıbdır. Lirik növ bilirik ki, nəsrlə yazıla bilməz də. Dramatik növ də ola bilməz. Dramatik növ nəyə görə ola bilməz? Məsələn, dramatik növdə birisi də monoloqlar, dialoqlar olur. Məsələn, dramatik növ olsaydı, məsələn, burada belə yazılardı da. Teymurləng. Deyək ki, Teymurləng hər hansısa bir fikir deyəcəksə, Teymurləng yazılıb nöqtə qoyulacaqdı. Belə olurdu. Deməli, dramatik əsərdə deyil. Çünki monoloqlar, dialoqlar görürük ki, yəni bu şəkildə deyil. Düzdür, burada dialoqlar var, amma bu şəkildə deyil də. Bildiniz nə demək istəyirəm? Yəni, özündən sonra nöqtə qoyulurdu. Və yaxud da ki, indi burada Həbib Udi nəsə bir söz deyəcəkdirsə, əgər dramatik növ olsaydı, belə olardı. Həbib Udi nöqtə qoyulardı. Ona görə bilirik ki, dramatik növ deyil. Deməli, növü nə olacaq? Epik növ olacaq. Qəzəb məngənəsinə yaza bilərsiniz epik növdən bir parça. İndi epik növdə tam olaraq bunun biz janrını qeyd eləyə bilmərik. Epik növdə indi belə deyək də, bu hər hansısa bir əsərdən bir parça ola bilər. Və yaxud da ki, nə bilim, hekayədən bir parça ola bilər. Və yaxud da ki, povestdən bir parça ola bilər. Bura onu qeyd eləyə bilərsiniz. Epik növ yazacaqsınız təbii ki, bura. Epik növ.
Sonra epik növdə bilirik ki, təhkiyə əsasında formalaşır. Bura yaza bilərsiniz. Təhkiyə əsasında formalaşır. Sonra baxırıq ki, nəsrlə yazılıb. Yaza bilərsiniz ki, nəsrlə yazılıbdır. Sonra qüşqılda bilirik ki, lirik növdədir. Burada yazacaqsınız ki, lirik növ. Lirik növdə necə yazılır? Təbii ki, nəzmlə yazılıb da. Nəzmlə yazıldığını da qeyd eləyə bilərsiniz bura. Sonra başqa nə qeyd edə bilərsiniz? Məsələn, biz bu janrın bilirdik də, müxəmməs janrında yazılıbdır. Onu da qeyd eləyə bilərsiniz, müxəmməs janrında yazıldığını. Sonra bilirsiniz ki, lirik növdə tərənnüm əsasında formalaşır. Məsələn, tərənnüm əsasında formalaşdığını da yaza bilərsiniz burada. Tərənnüm əsasında formalaşdığını da yaza bilərsiniz. Sonra bilirik ki, lirik növdə obyektdə subyektiv münasibət ön planda olur. Onu da yaza bilərsiniz. Yəni, obyektdə subyektiv münasibətin ön planda olmağını da qeyd eləyə bilərsiniz. Bu qədər. Bu qədər. Siz indi bu sualları düzgün təbii ki, yazmağınız üçün növləri bilməlisiniz. Kim ki bilmirsə, bu son 1-2 gündə getsin, növləri təkrarlasın ümumiyyətlə. Sonra İndi keçirik növbəti suala. Cədvəli qəzəb məngənəsi parçasından götürülmüş fərqli bədii təsvir vasitələri yazmaqla doldurun. Bax, diqqətli olun. Təsvir vasitəsi deyir, ifadə vasitəsi demir. Təsvir vasitələrini tapıb yazmalısınız. Baxaq. Teymurlen hüzuruna gətirdiyi Təbrizin bu tanınmış adamları barədə çoxdan eşitmişdi. Xalqın onlara dərin məhəbbət, məsələn, dərin məhəbbət olmaz da. Burada nə var? Epitet yaza bilərsiniz. Epitet. Həmin o dərin məhəbbətdə nümunədən parçadır. Dərin məhəbbəti bura yaza bilərsiniz. Sonra sevməyə musiqiyə biganə olan Teymurlen yıllar cəzalanma etmiş. İndi həmin adamların qarşısında dayanmışlar, həm də qorxu hiss etmədən. Oğlum məni düzəltməyə tərk edirsiniz. Burada heç nə yoxdur. Səndə nötr insan qanatmaq. Bax, burada bir dənə də var. Məsələn, qoca tarix var. Onu da epitetə yaza bilərsiniz təbii ki. Qoca tarixi də yaza bilərsiniz. Mən burada çox səliqəsiz yazdım. Əsl odu başa düşün. Qoca tarixi də yaza bilərsiniz. Qoca tarixin hörmətlə yad etməyi. Əslində qoca tarix yad etmir. Tarixdəkilər yad edir də. Burada da nə var? Təbii ki, bir metonimiya var. Onu da yaza bilərsiniz. Qoca tarixin hörmətlə yad etməyi. Bunu da bura yaza bilərsiniz.